Quran-Kərimin nazil olduğu dövrlərdə ərəblərin belə bir inanışı var idi ki, hər şairin bir cini var. Bu mənalar, bu ülvi mənalar boş yerə çıxa bilməz, insanın özündən çıxa bilməz. Yəni o ona gəlməlidir. Biri ona söyləməlidir bunu. Yuxarıdan, ülvi aləmdən xəbər gətirən biriləri ona çatdırmalıdır. Bir də bu genius sözü ilə, geni, dahi sözü ilə belə bir əlaqə də qurmuşdunuz. Peyğəmbəri də cinli adlandırırlar. Peyğəmbərə dəli deməklərinin səbəbi o idi. Məcnun sözü dəli deməkdir. Bəli. Cinli deməkdir. Cin vurmuş. Cin vurmuş deməkdir. Yanında məcnun deyirdilər. Çünki düşünürdülər ki, bu ədəbi dəyərə malik bu söz bizim anlaya bildiyimiz, yəni qarşı qoya bildiyimiz, alternativini gətirə bildiyimiz bir söz deyil. İlahi bir qüvvə var və hətta mən özüm də yazmamışdan əvvəl həmişə ona müraciət edirəm və deyirəm ki, sən istəyirsənsə bu yazı yazılacaq. Sən istəməsən, mən bir gecə yox, 1000 gecədə yatmasam bu yazı yazılmayacaq. Niyə sən məsələn ədəbiyyat üzrə professor ola bilirsən, amma özün yaxşı roman yaza bilmirsən? Əslində yazmalısan. Mən məsələn praktikamda bir pedaqogika üzrə alim tanıyırdım. Dərsdə uşaqları idarə edə bilmirdi. Görürsünüz. Dedim, ay filan kəs müəllim, sən cəmaata pedaqogikadan öyrədirsən ki, necə müəllim olmaq olar. Amma özün yaxşı müəllim deyilsən, etiraf eləsək. Demək bu elmi də yaxşı bilmirsən əslində və ya bildiklərin də önəmli şeylər deyil. Bir azacıq yaşamağı bacaran adam, söhbət ondan gedir ki, yəni bir həyatın dadını duymağı bacaran adam 100% deyəcək ki, həyat sənətdən qat-qat maraqlıdır. Salam, əziz Amin izləyiciləri. Yeni görüşünüzə gəlmişik. Və bir dəfə belə bir mövzu ilə ədəbiyyat və əbədiyyət. Həmişə düşünmüşəm ki, bu iki sözün biraz həm qafiyə olması da təsadüfi deyil. Ona görə də bugün bu iki anlayış arasında əlaqələri araşdırmağa çalışacağıq. Studiyamızda isə iki gözəl qonağım var. Pərvin Nurəliyeva, filologiya üzrə fəlsəfə doktoru, Qobustan jurnalının baş redaktorudur. Xoş gəlmisiniz. Xoş gördük. Və Kövsər Tağıyev, ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru, İlahiyyat İnstitutunun müəllimi. Xoş gəlmisiniz. Xoş gördük. Ədəbiyyatla dini ümumi birləşdirən bir cəhət var. Məna axtarışı. Orada da məna axtarırlar, burada da məna axtarırlar və mənanı da yəqin ki, əbədiyyətin fonunda tapmaq olar ancaq, elə deyilmi? Haqlısınız, təşəkkür edirəm. Maraqlı yanaşmadır. Əslində, din özü, əgər ədəbiyyatla dinin ümumi cəhətlərindən danışsaq, din özü ədəbiyyata çoxlu mövzular verir və hətta bir azacıq Avropa mədəniyyətinin də, Şərq mədəniyyətində dərinliklərinə gedəndə nə qədər dini motivləri görürük ki, həmin motivlər ədəbiyyatın və ümumiyyətlə sənətin bütün sahələrinin, hətta bu Avropa heykəltaraşlığı ilə mən bir müddət maraqlanırdım, yaxud da rəssamlığı ilə, o Renesans dövrü ilə. Məlum olur ki, hətta rəssamlıqda müəyyən bir müddətdə yalnız bu olub mövzu, dini mövzular və həmçinin də hətta bir məqamı da söyləyirlər ki, bir deməli Dante'nin ilahi komediyası, bir də Bibliya. Bunlar ikisi yanaşı gedib Avropa mədəniyyətinin mövzular sistemində, yəni çoxlu mövzular verib dinə, sənətə və təbii ki, təkcə rəssamlıq yox, sənətin müxtəlif sahələri haqqında bunu demək olar. Və o məna axtarışına da gələndə heç şübhəsiz ki, burada təkcə məna axtarışı yox, həm də daha öncə dediyiniz əbədiyyətə hansısa mənada bir xəfif də olsa iddia özünü göstərir. Təbii ki, o iddia hər kəsin özünün inamından asılıdır. İstənilən bir yaradıcı şəxsiyyətin, istənilən bir adamın öz fiziki, cismani ömrü sona çatandan sonra yaddaşlarda qalmaq, nə iləsə, əməli ilə, yaratdıqları ilə dünyada qalmaq, var olmaq iddiası var. Və bu mənada mənə elə gəlir ki, mən heç şübhəsiz ki, bizim dini məsələlər üzrə
mütəxəssislərimiz bu məqamın dərinliyini daha yaxşı bilərlər. Amma mən bir ədəbiyyat adamı kimi bu ümumilikdən danışanda daha çox bunu hiss edirəm ki, hansısa mənada bir əbədiyyətə iddia var hər ikisində. Söz vasitəsilə. Sözün vasitəsilə və bəlkə daha çox da kitabların vasitəsilə. Yəni, kitabların vasitəsilə bir əbədiyyətə iddia var ki, o kitab mütləq qalacaq. İstər dini ehtiva eləyən kitablar, istər yaradıcı şəxsiyyətlərin düşüncələrini, fikirlərini, süjetlərini əks etdirən kitablar qalacaq və demək ki, bu adlar qalacaq. Yəni, məncə bax budur. Demək istəyirsiniz ki, ədəbiyyatın içində də Axillesin ürəyindəki ehtiraslar olub da, adını əbədiyyətə yazdırmaq, qəhrəmanlıqla da olsa. Təbii ki, əlbəttə. Elə bir şey. Bilirsiniz, nə qədər qəribə səslənsə də, bunun bütün ədəbiyyat tarixi boyu ən müxtəlif, artıq adı yazılmış, klassik səviyyəsinə ucalmış və klassik kimi öz təsdiqini tapmış mətnləri ilə nəsil-nəsil oxuculara təsir eləmiş müxtəlif sənətkarların adlarını çəkə bilərik ki, onlar heç bir iddialarının olmadığını söyləyiblər. Məsələn, mənim çox sevdiyim rus yazıcısı Anton Pavloviç Çexov deyir ki, 7 gündən sonra mən unudulacağam, heç kəsin yadında qalmayacağam. Mən dünyamı dəyişəndən 7-8 gün sonra unudulacağam, heç kəsin yadında qalmayacağam. Amma dərinliyə gedəndə görünür ki, bu tam da, bəli, həm də bu tam da belə səmimi bir etiraf deyil və bəlkə bu bir qədər yazıçının qorxusudur, bəlkə bir qədər yazıçının belə təvazökarlıq oyunudur, bu da var, təəssüflər olsun ki, bəlkə budur. Amma daha çox təbii ki, dünyada qalmaq, o əbədiyyəti, sözü ilə o əbədiyyəti tapmaq arzusu var burada. Mən bir dəfə dərk elədim ki, heç adi bir təbəssüm belə ölməyəcək. Dolaşa-dolaşa qalacaq əbədiyyəti. Ondan sonra biraz sakitləşdi. Kövsər müəllim, dində də əbədiyyət mövzusu çox aktualdır. Hətta onun bu bir uzantısı da axirət mövzusudur, elə deyilmi? Bütün dini ibadətlər, ayinlər, o yaxşılığa, ülviliyə, dəvət, bunları təbliğ etmə, bunların sonunda, nəticəsində bir hesab kitab və sonsuz əbədi həyat fikri olmasa, bunların hamısının altı boş olur, zəmin boşalır. Bu baxımdan ciddi mənada bir məna qatır əbədiyyət arzusu, əbədiyyət istəyi. Əlbəttə ki, bu ülvi olana da bunun iki mənada götürə bilirik. Bunun bir şəriət mənası var. Yəni siz insan olaraq axirətə hazırlaşmalısınız. Yaxşı əməllərinizdə axirətə hazırlaşmalısınız. Hesab kitab var buna görə. Bir də insanın bu ruhunun yönəldiyi bir sonsuzluq arzusu var. İnsan ruhu bitib tükənmək istəməz. Yəni bir zaman bunun sona çatacağına, bu mənliyin bir gün heç olacağını düşünməyi heç bir şəkildə qəbul eləməz. Ona görə o sonsuzluq fikri, əbədiyyət fikri insan ruhuna çox müsbət mənada təsir göstərir. Bax, o mənada əslində ədəbiyyat da bununla bağlıdır. Ülvi olana doğru yönəlmə, ülvi olana doğru getmə. Dinlə əlaqəsindən danışdı Pərvin xanım. O vəhyin gətirdiyi sirli aləmdən ünsürləri daşıdığı zaman daha mənalı və belə deyək, dinamik olub yenidən özünü inşa edə bilir. Təsadüfi deyil ki, Quran-Kərimin nazil olduğu dövrlərdə bir çox şairlər vardı. Şeir sənəti çox məşhur idi və yaygın idi. Ərəblər şeir sənəti ilə öyünərdilər. Və ərəblərin belə bir inanışı var idi ki, hər şairin bir cini var. Ona xidmət edən bir cini var. Bu mənalar, bu ülvi mənalar boş yerə çıxa bilməz. İnsanın özündən çıxa bilməz. Yəni, o ona gəlməlidir. Biri ona söyləməlidir bunu. Yuxarıdan, ülvi aləmdən xəbər gətirən biriləri ona çatdırmalıdır. Bir də bu genius sözü ilə, geni, dahi sözü ilə belə bir əlaqə də qurmuşdunuz. Peyğəmbəri də cinli adlandırırlar. Peyğəmbərə dəli deməklərinin səbəbi o idi. Məcnun sözü dəli deməkdir. Bəli. Cinli deməkdir. Cin vurmuş. Cin vurmuş deməkdir. Yanında məcnun deyirdilər. Çünki düşünürdülər ki, bu ədəbi dəyərə malik bu söz bizim anlaya bildiyimiz, yəni qarşı qoya bildiyimiz, alternativini gətirə bildiyimiz bir söz deyil. Bu mənada ona qarşı qoya bilmirdilər. Məcbur bunu o şairlərin o formatı ilə açıqlayırdılar ki, onun da bir cini var. Ona da bunu bir cin gətirib və özündən deyil bu sözlər. Hətta bir ara Peyğəmbərə vəhyin kəsildiyi dönəm olur. Bəziləri ona rişxənd deyirlər.
Nə oldu? Şeytanın səni tərk etdimi? Artıq sənə vəhiy gəlmir. O sözləri sənə deyən birisi yoxdur. Bax, bu baxımdan o ülvi aləmlə ədəbiyyatın bir mənada ikisi də ilhama dayanır. Baxın, şeir sənətində də, ədəbiyyatda da ilham ön plandadır. Yəni ilhamsız bunların heç birinin olmayacağı deyilir. Dində də bu ön plandadır. Yəni həm ilham, həm vəhiy. İkisi də dini termindir əslində. Bunlar ikisi də istifadə olunur. Vəhiy təbii ki, fərqli mənalara gəlir. O daha dəqiq, konkret, ilahi mənbəni özündə əks etdirir. İlham isə biraz fərqlidir. İlham isə insanın o ruhundan aşıb daşan mənalar ola bilər. Ülvi aləmlə kontaktı nəticəsində, rabitəsi nəticəsində çıxan məhsullar ola bilər. Bax, bu mənada Xristianlıqda müqəddəs ruh anlayışını da bu ilə bağlayırdılar. Bəli, bununla əlaqələndirilə bilər. Ki, məsəl üçün, apostollar deyirdilər İsa Peyğəmbərə ki, sən gedəcəksən, biz necə təbliğ edəcəyini deyir, müqəddəs ruh enəcək sizə və siz yaxşı danışacaqsınız onda. Mənada ilhamlı danışmaqda. Təsəvvüfdə bu öz əksini çox dərin göstərir. Təsəvvüf ədəbiyyatında söz söyləmək sadəcə söz xatirinə söz söyləmək deyil. O sufinin mənəvi yolçuluğunun nəticəsində gəldiyi, gördüyü, müşahidə etdiyi mənaların insanlara çatdırılmasıdır. Amma o sirli mənaları çatdırmaq ancaq simvolik dillə mümkündür. İnsanlara onları başqa şəkillərdə olduğu kimi çatdırmaq mümkün deyil. Olduğu kimi çatdıranlar Həllac Mənsur kimi edam olunur, Nəsibin kimi dərisi üzülür. O baxımdan bütün bu sufi ədəbiyyat sadəcə simvolizmlə... Simvolizmin özündə əbədiyyətlə də əlaqəsi var. Yaşayırlar onlar. Bəli, birisi simvolizmdir, mənadır. Bunlar modern zaman üçün bəlkə də biraz dəyərini itirmiş kimi görünə bilər. Amma simvolizm mənanı, yəni söz konkret olduğu zaman konkret mənanı əhatə edir. Bitdi artıq, sonsuzluq yoxdur artıq. Onun bir məhdudiyyəti var, bir yerə qədər gedir. Amma simvolizm, ədəbiyyatdakı o incəlik, sözün incəliyi olabildiyi qədər geniş yerlərə gedir. Mənanı tükənməz edir. Mənanı tükənməz edir. İşte mənanın tükənməz edilməsi də bax o insan ruhunu çəkən, əbədiyyət də belə bir şeydir. Yəni o sonsuzluğa doğru sənin bir meylin var. Sözdəki o sonsuzluq da insanı çəkən də məhz odur. Eşq olsun. Pərvin xanım, zaman və ədəbiyyat kontekstinə baxsaq necə? Məsələ, siz ədəbiyyatla ciddi məşğul olursunuz, həm nəzəriyyəsi ilə, həm özünüz dram əsərləri yazırsınız, pyeslər yazırsınız, romanlar yazırsınız. Məsələ, ədəbiyyatda sanki zaman donur da, müəyyən bir mühiti, məsələn, Çexovu xatırladıq. Çexovun olduğu məqamı başqa zamanda bu ədəbiyyatı populyar eləyən nədir və ya ədəbiyyat köhnəlirmi? Ədəbiyyatın köhnəlməməsi üçün ora nə lazımdır? Bax, o əbədi dəyərlər sistemi var ki, hər kəs, hər bir yaradıcı şəxsiyyət əslində elə müəllimin dediyi məqamda, Kövsər bəyin dediyi məqamda ondan ibarətdir ki, insan o olduğu zamanın yaradıcı şəxs, o olduğu zamanın dövrün fövqünə qalxır və bir qədər o zamanın özünə də təpədən, yuxarıdan baxa bilir və yuxarıdan baxınca gördüyü mənzərəni hansısa mənada sənətin ən müxtəlif üsulları ilə fərqi yoxdur. Hansı nəzm olsun, nəsr olsun, indi Kövsər mənim danışdı şeirdən, poeziyanın cinlər vasitəsilə deyilməyindən. Amma məsələn, Dostoyevski yazanda birdən-birə o şuur axını onu elə bir vəziyyətə salırdı ki, o hətta deməli, səhhətində belə problemlər yaşanırdı və s. Yəni, bu mənada mənə elə gəlir ki, o seçilən janrdan asılı olmayaraq, o sənətkar əgər olduğu zamanın fövqünə qalxa bilirsə, amma eyni zamanda da o zamanın və zəmanənin, əslində zaman və zəmanə anlayışını bir-birindən ayırırıq, amma müəyyən mənada bunlar biri digərinin davamıdır. Məncə heç bir ayrıntı yoxdur. Bunlar biri digərinin davamıdır. İnsanlar öz zamanları
zamanlarının simalarıdırlar. İnsanlar öz zamanlarının əksidirlər və bizə insanlar da birləşib bir zəmanəni əmələ gətirirlər. Bizə niyə maraqlı olur məsələn Homeri oxumaq? Nə qədər zaman keçib oradan? Çünki zaman nə qədər keçsə də insan dəyişmir. İnsan dəyişmədiyi orada bir əbədiyyət qapıları var. Əlbəttə, insan dəyişmədiyi üçün Homerin yazdığı ideyalar bu gün də aktualdır. Məsələn, son zamanlarda fikir verdinizsə, sosial şəbəkədə də yayıldı. Sokratın dövründən, Sokrat deyir ki, indiki gənclər çox pozulublar, yeməkləri çox eybəcər bir şəkil alıb, böyüklərə hörmət eləmirlər. Hara gedir bu naxıl? Və bunun sonu nə olacaq? Yəni, min illərdir ki, bu problemlər yazılır, danışılır və doğrudan da oxuyanda, mən də onu bir yazımda stat kimi istifadə elədim. Oxuyanda insan elə gəlir ki, bu elə müasir dövrdən danışır, müasir dövrdə gördüyümüz problemlərdən danışır. İnsan dəyişir axı, hansısa mənada texnika, dövrün siması, üzü, münasibətlər sistemi yenilənsə də, o inkişafla bağlı olaraq hansısa bir deyək ki, formalar dəyişilsə də, mahiyyət olduğu kimi qalır. Bir də mən bu ilham məsələsinə də xüsusi bir fikrimi bildirmək istəyirəm. Kövsər bəy danışdıqca mən fikirləşirdim, ən sevdiyim bu mövzuda söz, fikir Pablo Picassoya aiddir. O deyir ki, ondan soruşlar ki, ilham var, ilham pərisi var. O deyir ki, bəli, var. Ancaq mən işləyəndə o gəlir. Baxın, mən burada... Siz işləyəndə gəlmir. Bəli, mən burada fikirləşirəm ki, bu iki paralel xətti heç vaxt unutmamalıyıq. Əgər sənətkarlara, məsələn, deyincə, mən ona çox inandım ki, bəli, ilahi bir qüvvə var və hətta mən özüm də yazmamışdan əvvəl həmişə ona müraciət edirəm və deyirəm ki, sən istəyirsənsə bu yazı yazılacaq. Sən istəməsən, mən bir gecə yox, 1000 gecədə yatmasam bu yazı yazılmayacaq. Mən 1000 gündə oturub düşünsəm, yuxusuz qalsam, bu araya ərsəyə gəlməyəcək. Ancaq sən istədiyin üçün bu yazı yazıla bilər. Yəni bu inam bir mənalı hər zaman, hər bir yazının əvvəlində də, son nöqtəsində də mənimlədir və həmişə də ona şükür edirəm. Amma bununla bərabər mən bir qədər də realist olmağın tərəfdarıyam. Mən fikirləşirəm ki, bu yuxarıdan diktədən başqa bir də bir zəhmət payı var ki, zəhmət payı sənətkarın seçdiyi mövzuları da o dediyiniz ədəbiyyata və əbədiyyətə aid olmağını da, əbədiyyətə müraciətini də tənzimləyən məsələlərdir. Çox maraqlı. Bizim bəzi müasirlərimiz deyirlər ki, o əski şairlərin əsərlərinin əvvəlində Allaha müraciət var idi, bir yalvarışlar var idi. Bunlar zəmanəyə olan bir reverans idi. Yəni, zəmanədə belə tələb olunurdu, adamlar da belə başlayırdılar. Daha çox bu poemalarımızın bu ehtiyac imiş. Bəli, əlbəttə, daha çox poemalarımızın əvvəlində böyük bir iş başlayanda təbii ki. Nət, minacat deyə hətta qəsidələrin növləri vardı ki, bunlar mütləq yazılırdı. Amma eyni zamanda burada bir qədər də o sözün gətirdiyi enerji var da, yox Müşfiq? Mən elə gəlir ki, o sözün, duaların gətirdiyi enerji, o insanın hansısa mənada bir köklüyür və o olduğu real ortamdan və hətta o ortamın deyək ki, o reallığın hansısa problemlərindən ayırıb gördüyü işə fokusluyur. Bu mənada bunun özü də bir, hətta bəlkə ayin də sayıla bilər məncə. Gözəl də bir ayindir. Doğrudur. Əslində Pərvin xanım dediyi də yəni razılaşmamaq mümkün deyil. Sən oturduğun zaman o sənə gələcək. Yəni bu əslində insan ruhunun bir axtarışıdır, ilham dediyimiz bir şey. Yəni ərəblərin iddia elədikləri tamamilə fərqli bir şeydir. Birinin ona dedirtməsidir. Amma əslində burada bir məna axtarışıdır o ilhamı bizə gətirən. Ürək yanğısıdır, bir dərddir. Yəni, dərdi olmayan insanın, belə bir axtarışı olmayan insanın incə sənət ortaya çıxarması, biz ona incə sənət deyirik də, İslam dünyasında bunlarda ümumiyyətlə sənətdir, gözəl yaradılış deməkdir. Biz biraz daha onu gözəlləşdirmişik, incə sənət demişik. Hər hansı bir növündən asılı olmayaraq. İncə sənətdir ortaya çıxaran. O dərdin və axtarışın bir nəticəsi olaraq ortaya çıxır. Məhz o dərdi dərindən yaşadığın zaman ilham dediyimiz şey ortaya çıxır, meydana gəlir. Müasir zamanında əlbəttə ki, biraz ədəbiyyat professional bir sahəyə çevrildi. Yəni, siz onun ədəbi qaydalarını bildiyiniz zaman, ölçüləri bildiyiniz zaman siz bir ədəbiyyat məhsulu ortaya çıxara bilərsiniz.
Amma onun nə qədər təsirli olması sizin onu nə qədər ürək yanğısı ilə ortaya qoymanıza Heç irəli gəlir. şübhəsiz, heç şübhəsiz. Məsələn, bu Yaşanmamış dərəcə. bizim çəkilişimiz bitəndən sonra mən o alimin adını Müşfiq müəllimə deyəcəm, amma indi adını çəkmək istəmirəm. Bəlkə qohumları və s. ola bilər. Deyək ki, romanla ardıcıl məşğul olan bizim hardasa 60-80-ci illərdə yaşayan bir alimimiz birdən-birə öz-özlüyündə düşündü ki, mən romanla bu qədər məşğul olmuşamsa, deməli mən götürüb bir roman yaza bilərəm də. O dediyiniz nəzəriyyəni tam bilir, necə başlamalıdır, süjet necə qurulmalıdır, necə davam eləməlidir və s. Yəni bunun bütün deyək ki, karkası onun gözünün önündə yüzlərlə oxuduğu əsərlərin vasitəsilə açılıb, görünüb. Və fikirləşdi ki, mən niyə yazmayayım ki, mən də xeyr, əlbəttə. İndi o heç bir ədəbiyyat kitablarında adı belə yoxdur. Romançı kimi o romanı da mən özümü kifayət qədər hazırlıqlı oxucu hesab edirəm ən azı. O romanı da mən oxumuşam və yəni heç bir şeydir. Həmin o dediyiniz ardıcıllıq var, amma orada nə ürək qoyulmayıb, nə enerji qoyulmayıb, nə sözün bir deyək ki, o ötürə bildiyi ağrı yoxdur, fikir yoxdur, əzab yoxdur, duyğu yoxdur. Bu sadəcə belə bir... Bu maraqlı bir mövzudur, ayrıca bir mövzudur ki, niyə sən, məsələn, ədəbiyyat üzrə professor ola bilirsən, amma özün yaxşı roman yaza bilmirsən, əslində yazmalısan. Mən, məsələn, praktikamda bir pedaqogika üzrə alim tanıyırdım, dərsdə uşaqları idarə edə bilmirdi. Dedim, ay filan kəs müəllim, sən cəmaata pedaqogikadan öyrədirsən ki, bu necə müəllim olmaq olar. Amma özün yaxşı müəllim deyilsən, etiraf eləsək, demək bu elmi də yaxşı bilmirsən əslində və ya bildiklərin də önəmli şeylər deyil. Bu işin canından bilmək lazımdır. İndi bir sual vermək istəyirəm Kövsər müəllim sizə, Pərvin xanım siz də buna münasibət bildirin. Quranda belə bir məsələ sezmişəm. Bu Quranda hekayələr var da, bu da bir ədəbiyyat nümunəsidir. Məsələn, Musanın hekayəsi, İbrahimin hekayəsi, dəfələrlə də təkrarlanır, qayıdılır. Lutun hekayəsi, Yunusun hekayəsi və s. Və bu hekayələrdə həmişə deyir ki, biz sənə bunu həqiqət işığında ya doğru bir işıqda deyirik. Və mən sonra anladım ki, ədəbiyyatçıların bir çoxusu bu məqamı bəlkə göz ardı edirlər. Məsələn, hekayə danışır, deyəlim ki, həmən o Çexov. Çexova da bir yaşlı vaxtımda girdim, bir də oxudum və çox maraqlı şeylər baxdım özüm çünki. Məsələn, gənc vaxtda oxuduğum Çexov deyildi bu artıq. Artıq baxırdım ki, bu deyəsən, həqiqət işığında baxmır vəziyyətə biraz da. Amma Allah deyir ki, məsələn, bu həqiqət işığında deyilmiş qissələrdir. O zaman bu hekayə mütləq olaraq doğrudur və siz bunun üzərindən, yəni bu Allahın kitabı kimi olur da, hekayəsi kimi olur, bunun üzərindən həyatınızı düzəldə bilərsiniz. Amma məsələn, bir Dostoyevskinin yazdığı bir əsər üzərinə zikr edib, həyatınızı düzəldə bilməzsiniz. Ola bilsin ki, o öz nəfsini ifadə edib orada, həqiqəti deyil. Adətən, məsələn, sıravi oxucular soruşurlar, olan şeydir bu, olub bu hadisə. Yəni, onlar haradasa Allahla bağlılığını... İnanmaq üçün olmuşluğunu soruşur. Hə, onlar da yazırlar ki, təmamən bir xəyal ürünüdür falandır. Kinolarda görmüşük. İndi bax, məsəl üçün, Quranın o vurduğu nöqtə, bir də Şairlər surəsində bunun vurğusu var ki, onlar deyir, xəyallardan danışarlar, çoxu boşdur və ona yolunu azmışlar inanar. Bu məsələnin önəmi dinimiz üçün, ədəbiyyata bu cür yanaşma, Quranın bu yanaşması istədir. Quran-ı Kərim ümumiyyətlə ədəbi olaraq həqiqətən çox yüksək bir mətindir. Ondan daha əvvəl danışdıq. Onun alternativini gətirə bilmədilər. Söz belə bir dində belə bir anlayış var. Deyilir ki, Uca Allah hər dövrdə insanların ən mahir olduğu sahələrdə onlara möcüzələr göstərir. Məsələn, Həzrət İsa'nın dövründə həkimlik, tibb sənəti çox yüksək, məşhur idi, rəvaçda idi. Ona görə Həzrət İsa'ya tibblə bağlı möcüzələr göstərir. Ölüləri diriltmək, xəstələrə şəfa vermək, tibblə bağlı möcüzələr. Yəni, tibbi siz bu qədər dərindən bilirsiniz, amma bu möcüzənin qarşısına bir alternativ gətirə bilmirsiniz. Həzrət Musanın dövründə sehirbazlıq, illüziya sənəti çox məşhur idi. Ona görə Həzrət Musaya sırf o sahədə bir möcüzə göstərilir, dəlil göstərilir. Yəni, sizin hamınızın
sehirbazları, məşhur Fironun hekayəsi var ki, sehirbazların hamısını topladı ki, Musaya qalib gəlsinlər ölkənin hər yerindən. Doğru. Ən son Musa bir möcüzəsi ilə bütün sehirbazların sehrini boşa çıxardı. Və belə bir analogiya aparılır ikisi arasında ki, Həzrəti Peyğəmbər dövründəki şeir sənətinə cavab olaraq da Qurani-Kərim nazil olunmuşdur. Həzrəti Peyğəmbərin başqa möcüzəsi yoxdur. Bəzi rəvayətlərdə var, zəif rəvayətlər olsa da, Peyğəmbərin faktiki, görünən, müşahidəyə əsaslanan bir möcüzəsi yoxdur. Peyğəmbərin ən böyük möcüzəsi Qurani-Kərimdir. Və möcüzə sözü aciz qoymaq deməkdir. İnsanları aciz qoymaq, bənzərini gətirə bilməkdən aciz qalmaq deməkdir. Quran dəfələrlə iddia edir. O söz sənətinin mahir biliciləri olan ərəblərə meydan oxuyur. Deyir ki, əgər gücünüz çatırsa, siz bu Quranın bir surəsini gətirin. 10 ayəsini gətirin, 10 surəsini gətirin. Bunlara cavab olmur. Və qissələr dediyimiz, o hekayə dediyiniz hissələr də Quran-Kərim bax ədəbi dəyəri yüksək mövzularından biridir. Hekayə ilə anlatmaq, hekayə ilə əslində belə deyək, biz Quran-Kərimin bu keçmiş peyğəmbərlərin və qövmlərin həyatından nəql elədiyi bu rəvayətlərə hekayə demirik. Hekayə əslində olmayan bir şeyi uydurmaq, anlatmaq deməkdir. Buna qissə deyilir. Qissə bir şeyin yolunu təqib etmək, onun təqib etdiyin yaşantısından nümunə götürmək, ibrət götürmək. Əslində qisas sözü ondan gəlir. Qisas sözü də oradandır. Qisas da birini təqib etməkdir. Yəni sənə bir şey edibdir, sən onun qarşılığında onun yolunu təqib edirsən. Qisasda necə ki həyat var deyilir, yaşayışınız oradadır. İbrətdə də bir həyat var. İbrəti də götürdüyünüz zaman sizə həyat yönələ bilər. Siz həyata nail ola bilərsiniz. Bax bu mənada insanı təkmilləşdiricidir, mənəviyyatını qüvvətləndiricidir və olmuş şeylər üzərindən hekayə edilmək, qissə anlatılmaq. Quran buyurur ki, dediyiniz kimi, biz bunları sənə haqq olaraq çatdırırıq. O hadisələr baş verərkən sən onların yanında yox idin. Olmuş, yəni real yaşanmış bir şeyin insan ruhu üzərindəki təsiri uydurma hekayədən qat-qat üstündür. O baxımdan Quran-Kərim hekayələri, qissələri insanlara təsirlidir. Bu hekayələrin bəzən bu qissələrin realda olub-olmaması məsələsi bəziləri tərəfindən gündəmə gətirilir. Bu gerçəkdə olubmu, olmayıbmı? Məsələ bu deyil. Quran-Kərimin oradan çatdırmaq istədiyi, dinin əslində çatdırmaq istədiyi məhz o insanın mənəviyyatına xitab edən götürməli olduğumuz dərsdir. O dərsi götürdüyünüz zaman sizə oradan anlatılan o qissədən hissə sizə çatmış olacaq. Çox təşəkkür edirəm. Pərvin xanım, belə bir sual vermək istəyirəm. Bu postmodern dövründə yaşayırıq biz. Dediyiniz kimi əvvəlki ədəbiyyat, bir 2 əsr öncənin və ondan əvvəlki ədəbiyyatlarda çox maraqlı bir məqam var idi. Tanrı ilə söhbət eləmək. Duanın ədəbiyyata bir növ təsiri, əksi. İndi varmı ədəbiyyatda belə bir şey? Sizin yaradıcılığınızda varmı Tanrı ilə söhbət? İnsan orada tam səmimi olsun. Mən bu ekzistensial çılpaqlıq. Bəli, mən bu səmimiyyət və sənətkarın o dediyiniz kimi müqəddəs kitabımızdakı açıqlığı, belə gerçəkliyi ortalığa qoymağın məsələsinə bir qədər birmənalı yanaşmağın tərəfdarı deyiləm. Ona görə ki, mənə elə gəlir ki, istənilən bir həyat hadisəsi, bunu biz yaradıcı adamlar öz aramızda da çox deyib gülürük ki, bir adama salam verirsən, o sənin yazıçı olduğunu, yaxud yazıçı çox böyük sözdür, ən azından bir yazı pozu adamı olduğunu öyrənən kimi dərhal deyir ki, gəl mən sənin həyatımı danışım, yaz, bilirsən mənim başıma nələr gəldi və s. Bu, hamımızın rastlaşdığımız məqamdır.
maraqlıdır. Çünki insanlara hər zaman belə gəlir ki, onların yaşadıkları Romanlıq. dünyada ən böyük hadisədir, ən böyük belə bir serial mövzusudur, ən dəhşətli bir olaydır. Bunu kimə danışsan, o əli üzündə qalacaq, mat qalacaq, məətəl qalacaq və s. Amma mənə elə gəlir ki, bədii ədəbiyyatın xüsusən əsas elə funksiyası gerçək olayları sənət səviyyəsində təqdim eləməkdir. Və gerçək məsələn, əslində dərinliyə gedəndə istənilən bir kitabla bağlılığı olan adam deyə bilər ki, həyat sənətdən qat-qat maraqlıdır. Bir azacıq yaşamağı bacaran adam, söhbət ondan gedir ki, yəni bir həyatın dadını duymağı bacaran adam 100 dəfə onu təsdiq eləyə bilər ki, eyni zamanda da çoxlu kitablar oxusun, lap elə yaradıcı şəxsiyyət olsun və s. O 100% deyəcək ki, həyat sənətdən qat-qat maraqlıdır. Bəs belə olduğu halda sənət nə üçündür? Sənət həmin o dediyiniz əbədiyyət üçündür. Sənət o real, gerçək həyat hadisələrini öz səviyyəsində, öz kontekstində, öz dili ilə yazır ki, bax, bütün bunların hamısı o yazılanlar, o yaradıcı şuurdan, beyindən, fantaziyadan keçilib ortaya çıxanlar gəlir, olur bəşəriyyətin malı. Məsələn, siz Çexovun, ya mən Çexovun nümunə gətirib Dostoyevskinin bizim ədəbiyyatımızdan da o qədər bu tipli deməli sənətkarların adını çəkmək olar ki, məsələn, Mirzə Cəlil Məmmədquluzadə həmin dövr üçün Xudayar bəy yaşamışdı, o Zeynəbin faciəsi də olmuşdu, amma və həmin dövrdə və elə indiki dövrdə də bir sosial şəbəkəni açsaq, nə qədər Zeynəblərin faciəsini görürük. Amma nə baş verir? Mirzə Cəlil Məmmədquluzadə bunu yazır, özünün yaradıcı fantaziyasından keçirib yazır və hətta bəlkə də sizin dediyiniz kimi hər tərəfinə işıq salmadan, tam obyektiv olmadan yazır bəlkə də. Mən dövrün deməli müşahidəçisi deyiləm, axıra qədər bunu şərh eləyə bilmərəm. Amma bir ehtimal eləyək ki, burada Mirzə Cəlilin özünün də bir kompleksi var. Nə olsun? O olsun ki, 100 ildən, 150 ildən sonra yenə də dövrün bir Kövsər bəy kimi maarifçisi götürəcək Mirzə Cəlili və deyəcək ki, gəlin baxaq, üzərindən bu qədər əsr keçib, il keçib, müasir Zeynəblərin problemləri həll olubmu? Olmayıb. Və nəticədə o baş verir ki, bugün mən auditoriyaya girirəm və auditoriyanın %90-ı xanımlardır. Artıq Azərbaycan xanımının oxumaq hüququ var və ədəbiyyat nəticə verirmi deyə sual veriləndə, mən ədəbiyyat müəllimiyəm, mənə sual veriləndə ki, ədəbiyyat nəticə verirmi? Deyirəm ki, əlbəttə ki, ədəbiyyat ona görə nəticə verir ki, İskəndər, Keyfli İskəndər bacısının əlindən, Nazlının əlindən tutub deyəndə ki, sən niyə bu 9 yaşında ailə qurmalısan, gəl sənin əlindən tutum, gedək dünyanı gəz, gör və s. Onun anası dəli olurdu, başına döyürdü ki, sən bizim qızımıza nə öyrədirsən? Amma bugün auditoriyanın 99% xanımlardır və onlar təhsil alırlar. Bu mənada mən hesab edirəm ki, onlar başqa sahələri seçirlər. Onlar daha çox deyək ki, bəli, onlara daha çox məncə oxumaq məsələsində mən də artıq fikir vermişəm. Məsələn, akademiyanın artıq çox hissəsi qadınlardır. Bəli, qadınlardır. Sonra institutlarda da çox hissəsi qadınlar. Məktəblər qadınlaşır. Kişi müəllimlər məsələn orta məktəbdə tapmaq mümkün deyil. Bəli, azalır. Çox amma maraqlı fenomendir. bir məqam da Müşfiq bəy mənim diqqətimi çox cəlb elədi. Mən bir ədəbiyyatçı kimi təklif edirəm ki, bunu araşdıraq. Mən bilmirəm siz bunu nə qədər dini ədəbiyyatlardan götürmüsünüz, nə qədər sizin öz fikrinizdir ki, deyək ki, 7-ci əsrdə peyğəmbərə kitab dövrün ədəbiyyatçılarına meydan oxumaqdan ötürü verilmişdi. Mən təklif edirəm ki, həmin əsrin, həmin dövrün ədəbiyyatçılarını araşdıraq və baxaq görək, doğrudanmı onlar yarışa giriləsi söz sahibləri idilər. Çünki mənim bildiyimə görə ərəb dilli və fars dilli ədəbiyyatlar biraz sonra da biraz sonrakı əsrlərdə inkişaf edəcəkdi. Doğrudan da həmin dövr üçün, həmin əsr üçün ədəbiyyat və kitab, sənət, şeir zirvə hesab olunurdusa və bundan üstün olan kitab göndərildisə, bu sənətşünaslarımız üçün də, dinlə məşğul olan alimlərimiz üçün də çox ciddi bir tədqiqat mövzusudur və mən təklif edirəm ki, bununla həm İlahiyyat İnstitutu, həm Ədəbiyyat İnstitutu məşğul olmalıdır. Ümumiyyətlə, bu mövzular çox gözəl təklifdir. Pərvin xanıma təşəkkür edirəm. Yəni, interdisiplinar
çalışmalar hər zaman faydasını verir. Biz bəzən öz sahəmizdə qalıb çalışırıq. Halbuki ona bir ədəbiyyatçı gözü ilə baxdığınız zaman tamam fərqli olur. Əlbəttə. Və ya ədəbiyyata başqa bir gözlə baxdığınız zaman daha fərqli nəticələr ortaya çıxa bilər. Bunlar mənim öz fikrim deyil. Bunlar tədqiqatlar var bu barədə, bu sahədə geniş tədqiqatlar var. Ərəb şairlərinin ta Peyğəmbərin hələ gəldiyi dövrdə, ondan əvvəlki dövrlərdə ərəb şairlərinin söz sənətində necə mahir olduqlarını göstərən sənədlər var, bəlgələr var. Müəlləqat-ı səbə deyilən məşhur bir anlayış var. Asılmış 7 deməkdir bu. Ərəblər arasında şeir müsabiqələri keçirilərdi. Şifahi bir ənənədən gəlir, yazılı bir ənənə deyil. Peyğəmbərin də gəldiyi dövrdə ərəb qövmü şifahi bir ənənəyə əsaslanır. Əsasən hafizə və şeir ədəbiyyatı üzərindən tarixi də yadda saxlayırlar, nəsəb elmini də, yəni keçmiş ata-babalarının soylarını da şeir vasitəsilə öyrənirlər və müsabiqələr keçirirlər. Müsabiqələrdə qalib gələn şeirlər Kəbənin divarlarından asılırdı. Mən hətta təklif edirəm ki, biz Qobustan dərgisində bir ayrıca müzakirə açaq, rubrika edək və həmin dövrün şairləri ilə kitabımızı hətta müqayisə edə bilərik, yaxud həmin dövrün şairləri ayrıca tədqiq oluna bilər. Çünki dediyiniz o möcüzənin verilməsi səbəbi bu son dərəcə maraqlıdır. Sənət üçün də, məncə dini alimlərimiz üçün də çox maraqlı mövzudur. Bir də o məqama da diqqət kəsildin, Müşibə. O deməli çağdaş zamanda Tanrı ilə söhbət məsələsi ki, o klassik əsərlərimizdə hər zaman bu var idi və çox belə vacib sayılırdı, hətta əsərlərin başlanğıcında. Mənə belə gəlir ki, çağdaş zamanda dini mövzular bir qədər aktuallığını itirsə də, daha çox bax bu sosial şəbəkələrin vasitəsilə dini təbliğ edən ayrı-ayrı adamların sayəsində bunlar danışılır. Amma məncə sənət səviyyəsində, yəni ədəbi əsərlər səviyyəsində bu çox azalmaqdadır və elə postmodernizmin də əsas mahiyyəti inkarçılıq olduğu üçün, yəni olan böyük dəyərləri inkar etməkdən hansısa mənada keçdiyi üçün bu cür əsərlərdə daha çox inkarı görmək olur, təəssüflər olsun ki. Mən çox təşəkkür eləmək istəyirəm ikinizə də. Suallarımın yarısına gəlib çatmadı. Mövzu o qədər maraqlı və dərindir ki, amma ümid edirəm ki, biz bir də görüşəcəyik sizlə bu mövzuda və bunu davam edəcəyik. İzləyicilərimizə isə sağ olun deyirəm. Gələn görüşlərə qədər.